Salam hörmətli izləyicilər. Bildiyiniz kimi Sovet İttifaqı 70 il ərzində mövcud olmuşdur. Bu müddətdə Sovet İttifaqının tərkibində olan 15 respublikalardan da biri Ukrayna idi. Ukrayna həm ərazi cəhətdən də böyük respublika idi, həm də əhalisinin də sayı çox idi. O dövrdə bildiyiniz kimi Sovet İttifaqı ilə Qərb arasında, xüsusilə də Amerika Birləşmiş Ştatları arasında soyuq müharibə dövrü yaşanırdı. Ona görə də Sovet İttifaqı öz təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisində çoxlu sayda nüvə başlıqları yerləşdirilmişdi. Təxminən 2000-ə qədər nüvə başlığı var idi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra bəzi dövlətlər, o cümlədən Rusiya özü, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya narahat olmağa başladılar. Çünki Sovet İttifaqı dağıldıqdan sonra bu göstərici ilə artıq Ukrayna 3-cü yerdə gedirdi. Nüvə başlıqlarının sayına görə Amerika Birləşmiş Ştatları və Rusiyadan sonra 3-cü yerdə gedirdi və bu da digər dövlətləri, xüsusən Qərbi Rusiyanı narahat edirdi. Ona görə də bir vasitə ilə Ukraynadan həmin başlıqları almaq istəyirdilər. Ona görə də 1994-cü ildə Budapeşt memorandumunda müəyyən sazişlər bağlandı, müəyyən müqavilələr bağlandı və həmin Ukraynadan bu nüvə başlıqlarını Rusiya geri aldı və bunun əvəzində deməli Ukraynanın tam təhlükəsizliyinə, suverenliyinə və ərazi toxunulmazlığına zəmanət verdilər. Lakin bu gün də gördüyünüz kimi hər şey tərsinə oldu. Lakin vaxtında əgər Ukrayna həmin nüvə başlıqlarını təhvil verməsəydi, indi bilmirik ki, necə ola bilərdi. Yəni Ukrayna ilə yanaşı Belarus və Qazaxıstan da nüvə başlıqlarını Rusiyaya təhvil verdilər. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.